Valideynlərin nəzərinə çoxsaylı istəkləri nəzərə alaraq artıq şənbə gündə fəaliyyət göstərir. Bu gün standart proqramdan fərqli olaraq təşkil olunur və yalnız istək bildirən valideynlər üçün nəzərdə tutulur. Şənbə günü proqramında uşaqlar üçün ingilis və fransız dili üzrə danışıq və oyun əsaslı məşğələlər keçirilir. Məqsəd uşaqların dili əzbərləməsi deyil, onu gündəlik oyunlar, ünsiyyət və əyləncəli fəaliyyətlər vasitəsilə təbii şəkildə qavramasıdır. Proqram bütün yaş qrupları üçün nəzərdə tutulub. Uşaqların yaşına uyğun söz ehtiyatı, sadə ifadələr, mahnılar və interaktiv oyunlarla dil bacarıqlarının inkişafına diqqət yetirilir. Qeyd edək ki, şənbə günü proqramı Empati Kids-in standart xidmət paketinə daxil deyil və əlavə şərtlər əsasında həyata keçirilir. Uşağının inkişafına daha çox vaxt ayırmaq istəyən valideynlər üçün bu proqram həm faydalı, həm də uşaqlar üçün maraqlı bir imkan yaradır.